Dostlar, ədəbiyyat sınağını ikinci sınaqdan 13-cü sualla davam edirik. Əvvəlki videoda 12-ci suala qədər izah eləmişəm. Axtarış versəniz, bundan əvvəlki videonu tapa bilərsiniz. Demək, 13-cü sualla davam edirik. Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boyda hadisələrin düzgün ardıcıllığını müəyyən etməliyik. Vaxtımız çox getməsin deyə siz özünüz burada videonu saxlayıb oxuya bilərsiniz. Birinci hadisə Qazan xanın oğlunu təpənin başına göndərməsidir. Ova gələn kimi ki, tamaşa eləsin ki, ovu necə eləyirlər. Sonra onun dalıca Uruza qara yapıncı geyindirib onu qapı ağzında üz üstə sərmişdilər. Sonra bir gəlir, 4-1. Sonra üçüncü hadisə, növbəti hadisə Burla Xatun Qazan xanın yardımına yetişir. Demək 4-1-2. Sonra Boğacıq Məliyin boynu vurulur. Hansı ki artıq döyüş başlayır, Boğacıq Məliyi öldürürlər. Sonda da Qazan xan 40 qul və cariyəni azad edir. Qazan xan 40 qul və cariyəni azad etməsi ən axırıncı addımdır, elə bir ki, axırıncı hadisədir. Oradan da bilərdiniz ki, məsələn, tutaq ki, bu 3 ilə qutarırdı, elə bir ki. Ona görə 3 ilə qutaranlara baxardınız, digərləri silərdiniz. Məsələn, belə bir şey eləyə bilərdiniz. Belə bir şey eləyə bilərdiniz başlanğıcda. Ona görə 4 ilə başlayanı qalardınız A-nın D variantı arasında, testimizin cavabı A variantıdır. 14-ə baxırıq. Basatın Təpəgözü öldürdüyü boyla bağlı qoşulduğu müəyyən eləməliyik. Təpəgöz Basatla qardaşı olduğunu söyləyir. Bəli, söyləyir. Demək, laf sonda söyləyir. Hansı ki, deyir ki, mənə qıyma, biz qardaşlıq falan deyir. Belə olacaq. Bir cavab ola bilməz. Bir cavab ola bilmədiyinə görə B variantını silirik, C-ni də silirik. Sonra, Qapaqqan iki oğlunu Təpəgözə xərac olaraq verir. Xeyr, Qapaqqanın ikinci oğlunun növbəsi çatmış deyə arvadı gəlir. Basatdan bir qul istəyir. Döyüşdən təzə gəlib qul gətirir. 2 ilə başladığımıza görə testimizin cavabını tapmışıq. 2-4-dür, amma hər ehtimala qarşı baxaq. Qazan Təpəgözün çox güclü olduğunu söyləyir. Bəli, söyləyir. Basata deyir ki, məndən güclü olmayacaqsın ki. Dağda döyüşdük, qalib gələ bilmədim, qamışlıqda döyüşdük, səhrada döyüşdük. Şeylər deyir. Aruz Basata qardaşının intiqamını almaq üçün xeyir dua verir. Xeyr, belə şey yoxdur. Bu da deyil. Onlar narahat olurlar. Basatın gedib Təpəgözlə döyüşməklə. Demək, Pəri Təpəgözü hər kəsdən qorumaq üçün ona üzük verir. Bəli, belə bir şey var. Testimizin cavabı 2-4. 15-ci suala baxırıq. Cədvələ əsasən Basatın Təpəgözü öldürdüyü boyla bağlı düzgün fikirləri müəyyən etməliyik. Təpəgözün ətrafdakılara münasibəti, ətrafdakıların Təpəgözə münasibəti çox yaxşı sualdır. Onunla sövdələşməyə gələn Dədə Qorquda toxunmur. Bəli, Dədə Qorqudla danışır, razılaşır. Ondan sonra burada cavabın 1 ilə başladığına görə B variantını silirik. Yerini də silirik. Sonra gəldik. Ona aşpaz kimi göndərilmiş insanları yeyib yenilərini istəyir. Xeyr, belə şey yox. 2-ni silirik. Harda var? D-də 2 var. A-na C arasında qalır. Günahsız insanları incitməkdən həzz alır. Bəli. Uşaqların burnunun qulağını qopardı. 1. Oğuz elinə zülm edir. Ətrafdakıların Təpəgözə münasibət. Çoban onu göl kənarında görəndə təpiyi deyir. Bəli. Təpiyi vurur, görür ki, biraz ışıq elə. Həmin o içərisində olduğu belə o. Hər nəticə o. Belə sulu bir şeyin içərisində o. Aruz onu özünə götürmək üçün xandan icazə istəyir. Bəli. Bayındır xana deyir ki, xan icazə verin, mən bunu aparım, Basat xanlısı. Cavab variantı. 1, 3, 4, 5. Keçdik 16-ya. Basatın Təpəgözü öldürdüyü boyla bağlı doğru fikirləri müəyyən eləməliyik. Basat
Oğuz eli yaylağa köçərkən arabadan düşüb itir. Yaylağa köçərkən yox. Düşmən qəfil hücum edir. Ona görə arabadan düşür. Bir səhv. Doğruları axtarırıq. Bir harda varsa silirik. A və D variantlarını sildik. E variantını da sildik. Təpəgözün qınsız qılıncla öldürə biləcəyini Basata Dədə Qorqud deyir. Xeyr, belə şey yox. 2 olanları da silirik. Testin cavabını taparıq, amma Təpəgöz Basatı qocalara bir manla kebab bişirmələrini tapşırır. Bəli. Cavabın biri 3. Oğuz yurdu Təpəgözün əlində əsir yesir qalmışdı. Bəli. Hər dəfə qaçıb köçmək istəyirdilər. 7 dəfə səhv eləmirəmsə köçmək istəyirlər. Hər dəfə Təpəgöz qaytarır onları. Təpəgözün təkcə gözünün ətdən olmasını Basata demək Təpəgözün təkcə gözünün ətdən olmasını Basata qocalar deyir. Bəli. Deyir ki, ay qocalar, bunun bir yumuşaq yeri varmı? Deyirlər gözdür. Basatın Salaxana qayasında etdikləri sırasına daxil ola bilməz. 17 suala baxırıq. Demək, bir qoç kəsib dərisinin əyninə geyinir. Bəli. Ondan sonra qardaşı Qəyən Səlcuq üçün ağı deyir. Xeyr. Qəyən Səlcuq üçün ağını səfərdən qaydanda Qapaqanın arvadı ki, ona qardaşının Təpəgöz tərəfindən öldürüldüyünü deyir. Onda deyir ki, qardaşımdan ayrı düşdüm falan belə şeylərdir. Qınsız qılınca oxla vurub yerə sərir var. Təpəgözün hər kimi yerə çöktürür var. Təpəgözün üzüyünü barmağına taxır, bu da var. Gəldik 18-ə. Basatın Təpəgözü öldürdüyü boya əsasən hadisələrin düzgün ardıcılığını müəyyən edir. Əslində əsərin mətni bir formada yadınızda olmalıdır. Ona görə Təpəgöz dəvələrin canını alır. Bu siz nə vaxt baş verir? Aruz qoca onu gətirir. Evdə Basatla bərabər böyüsün. Bax, o vaxt baş verir. Qayalarda məskən salır. Demək, bu arada nə olur? Təpəgöz anası ilə görüşür. Demək, cavabı biri başlayacaq 1 ilə. Anası ilə görüşür. Anası ona yüzük verir. 1. Sonra nə baş verir bu arada? 1 ilə başlayırsa, demək, A variantını, B variantını silirik. D-ni də silirik. Qalırıq C, D, E variantı arasında. Aruz Təpəgözü himayəsinə götürür. Təpəgöz dayələrin canını alanından əvvəl edir. 2-ni ona görə silirik. Qalır cavab 1, 4. 4-ə baxaq. Təpəgöz Oğuz elinə hücumlar edir. Nə vaxt edir? Təpəgöz qayalarda məskən salır. Sonra hücumlar edir. Cəmaatın canını boğaza yığır. Çoban çoluq qalmır, yeyir. Ondan sonra Dədə Qorqud gəlib onunla danışır. Bunlu qoca ilə yapaqlı qocanı Təpəgözə göndərirlər. Bəli, cavab olacaq C variantı. 19-a baxaq. Basatın Təpəgözü öldürdüyü boyda əsər boyu qarşılaşmayan sürətləri müəyyən. Basat və Dədə Qorqud, bəli, Dədə Qorqudla Basat rastlaşırlar. Çünki Basatın adını Dədə Qorqud qoymuşlar. Həm də ona deyir ki, adamsan adamlarla otur. Basat və Qapaqan, bəli, Basatla Qapaqanın rastlaşdığı yoxdur. Cavab B variantı. Qazan və Basat danışırlar. Qazan ona deyir ki, sən məndən güclü ola bilməzsən. Mən məğlub oldum, sən qalib gələ bilməzsən. Aruz və Təpəgöz, bəli, təbii ki, Aruz Təpəgözü gətirmişdi, böyüdürdü. Təpəgöz və Bunlu qoca, bəli, Bunlu qoca ona yemək pişirirdi, rastlaşırlar. Var. 22-ci sual daxil olmaqla izah edəcək. Qapalı sualları, sonra qalan sualları da bir izah edəcək. 20-ci suala baxırıq. 20-ci sualda demək, yazılır ki, Basatın Təpəgözü öldürdüyü boyda surətlər və onların əməlləri baxımından hansı bənddə uyğunluq gözlənilmişdir? Burada yazılıb ki, Aruz qoca Təpəgözün Qəyən Səlcuqu öldürdüyünü Basata söyləyir. Xeyr, bunu Qapaqanın arvadı deyir. Dədə Qorqud Təpəgözün istəklərinin hamısını ona verməyə razı olur. Xeyr, Təpəgöz deyir ki, 500 qoyun verin və 50 adam verin. O da 50 adam qəbul edir. Qapaqan Təpəgözün Oğuz elinin yaylağa köçməsinə imkan vermədiyini söyləyir. Qapaqan demir bunu. Qapaqanın arvadı deyir. Ümumiyyətlə, Qapaqan Basatla danışmır. Ümumiyyətlə, Qapaqan danışmır. Adı çəkilir. Sarı çoban gölün kənarında Təpəgözün olmasına Bayındır xana çatdırır. Yox, belə bir şey də yoxdur. Çobanlar gəlib Basatın olduğunu deyirlər Oğuz el, Bayındır xan. Orada da Aruz qoca deyir ki, olsa mənim olacaq. Elə bir epizod var. Təpəgözün olduğunu gəlib bulaq başında Bayındır xan öz dəstəsi ilə görür. Olsa da. Yanlışdır. Yapaqlı qoca Oğuz elinə Basat Təpəgözə qalib gəlməsini çatdırır. Bəli, doğru deyir. Demək, 21 baxırıq, 21-ə baxırıq. Kitab-ı Dədə Qorqud dastanı haqqında hansı fikir yanlışdır?
Dastan Oğuz türklərinin ortaq abidəsidir, doğrudur, bəli. Oğuznamələrdən biridir Kitabi Dədə Qorqud. Dastan Oğuz türkləri və onların həyat tərzini öyrənmək üçün etibarlı mənbədir. Təbii ki, bu da doğrudur. Demək, dastanın əsas mövzusu Oğuz elinin qəhrəmanlıq və vətənpərvərliyidir. Bu da doğrudur. Biz yanlış axtardığımıza görə bu doğru fikirləri götürmürük. Dastan müqəddimə və 12 boydan ibarətdir. Təbii ki, bu da doğrudur. Dastanda bədililik güclü olsa da lirizmə yer verilməmiş. Xeyr, lirik növdə olan parçalar var. Lirizmə yer verilib. 22-də Avesta haqqında yanlış fikir müəyyən edin. Bəli, qədim dövr mövzusu olduğuna görə Avesta ilə bağlı fikirlər var burada, testlər var. Demək yazılıb ki, atəşpərəstlik dövrünün məhsuludur, doğru. Əsərin əsas özəyini qatlar adlanan Yasna, Visperet, Vendida ad verən hissələri vardır, 4 qatdan ibarət idi. Bu da doğru fikirdir, götürmürük. Xeyir və şərin mübarizəsindən bəhs edilir, bəli. Avestanın əsas ana xətti odur. Xeyrin şər üzərində qələbəsindən danışır. Demək, bir də ədəbiyyat və fəlsəfədə ilk türk dilli yazılı abidədir, xeyr. Yanlış fikrimiz budur. İnsanları humanizmə və zəhmət sevərliyə çağırır, bəli. İnsanlara deyir ki, əkinçiliklə, maldarlıqla məşğul olun. Davam edəcəyik.